Xalisa 37-ci anım günü. Salam, əziz və hörmətli xalsalılar. 30 noyabr bizim kəndimizin bir tarixidir. 2008-ci ildən deportasiyanın 20 illiyi münasibəti ilə başladığımız ilk o tarixdə bugünədək artıq 37-ci illərə yaxınlaşır. Son 17 il ərzində ardıcıl olaraq bu tədbirlərlə bizim dəyərli ev-oğullarımızın köməyi və dəstəyi ilə təşkil edilən anım günləri tədbiri həmişə yüksək səviyyədə olmuşdur. Bu tədbirlər bəzən kütləvi şəkildə, bəzən isə heç olmasa 3, 5, 8 adamdan ibarət olmaqla keçirilmişdir. Hər hansı səbəbdən tədbiri geniş miqyasda keçirmək olmadığı hallarda belə mən öz təşəbbüsümlə kəndimizə dair xatirə yazısı olan yazılı qələmləri paylamaqla hər evdə, ailədə, yeni doğulan uşaqlarda, məktəblərdə bu sevgini unutmağa, qoymamağa çalışmışam. Gəlişləriyle bugünkü məclisə gözəllik qatan hörmətli millət vəkilləri, dəyərli alimlər, qonaqlar, soydaşlarımız, bir ziyanın təşəbbüsüyle yaradılan Deportasiya 20 adlı təşəbbüs qrupunun üzvləri adından hər birə gəlişimiz münasibətilə hamı sağlamlıqdan gürür duyuyor. Xoş gəlibsiniz demirəm, çünki burada sizin evinizdir. Bir günlük də olsa, bura bir Xalsa adına toplaşmışıq, Xalsa məclisinə toplaşmışıq. Bugün 30 noyabr bizim Xalsa kəndindən, belə deyək, son deportasiya olunduğumuz gündür. Salam, əziz qonaqlar, hörmətli Xalsa cəmaatı. 30 ildən sonra burada görmək. Yarın görüşələr. İnşallah Allah qismət eləsin. Hardasa Mart ayından sonra biraz nizam şəraitdə arzu olunanların iştirakı ilə görüşümüz olacaq, təqdimatımız olacaq. Azam olacaq. Sağ olun. Bura yığışmağımızın əhəmiyyətini hamınız bilirsiniz. Ona görə bu 31 ildə sağ olsun bizim kəndin ziyalılarından, dəyərli oğlanlarından biri Elvan müəllim bu təklif edir. Bizim yerində mən bizim kəndimizin ağsaqqalı, bayaq Binnət müəllim gözəl şeirində Səttər dayının adını çəkdi. Bu məclisdə iştirak edenlərdən ən böyük yaşca Səttər dayıdır. Və eyni zamanda Səttər dayı hər bir xalsalının evində onun əməyə keçir. Bizim sağlam böyüyün başa çatmağımızda əvəzsiz, dəyərsiz rolu və yeri olubdur. Ona görə ilk əvvəl Səttər dayımız deyilən bir fikirlərini alaq. Ona Allah can sağlığı versin. Bizim məclislərimizin böyüyünü ağsaqqalıdır. Yenə də bir daha dəvətimizi qəbul edən hər bir kəsə minnətdarlıq edirəm, təşəkkür edirəm. Bugünkü tədbirimiz Ulu Öndər Heydər Əliyevin 100 illiyinə, 35 ildən sonra, 30 ildən sonra Qarabağda zəfər çalmış dəmir yumruğun yiyəsi İlham Əliyevin dediyi sözə ki, biz Qərbi Azərbaycana qayıdacağıq və həmçinin Qərbi Azərbaycandan deportasiyanın 35 illiyinə Xalsa kənd əhalisinin zorla deportasiyasının 30 noyabr anım gününə həsr olunur. Sənin ağınla bağlı. Bir də xoş gördük. Niyazi müəllim Afşar kəndinin nümayəndəsidir və bir də Abdullah müəllim qonşu Şiddi kəndinin nümayəndəsidir. Bu il 2025-ci il 30 noyabrda xüsusi bir tədbirimizin olmayacağını düşünərək bu işə həm də əliboş gəlmək istəmədiyimdən yeni bir layihəyə, Xalsalı Xaricilər layihəsinə start verdim. Bu layihədə əsas məqsəd 37 ildən sonra üzünü görmədiyimiz, uzaqlarda yaşayan, xarici ölkələrdə yaşayan bəzi xalsalıları bir yerə yığmaqdan ibarətdir. Bütün tənqid və tövsiyələrə açıq olaraq bu video rolikləri sizə təqdim edirəm. Mən Əhmədov Adil Cəfəroğlu 50 ildir ki, Türkmənistada yaşayıram. Aşabaddan verdi basaraq xalsalılara salamım var. Yaddan çıxmaz verdiyini xalsanı yaxşı xatırlayıram. Birinci sinif müəllimim Ələşrəf müəllimi
Mir Əsgərov müəllimi, Vəli müəllimi, Yaqub müəllimi hörmətlə xatırlayıram. Anamın, Püstə xalanın, Səlbə xalanın şorbalarının əvəzi olmaz. Hüseyin müəllimin ev həyatında şalaq kölgəsində idmanla məşğul olmağımız indi dadıma çatır. İsrafiloğlu çox əhəmiyyətli və xeyirxah iş görür. Cəbrayıl kişinin toyunda, gəlin gətirmək vaxtında toyu idarə edənlər arasında mübahisə düşür ki, gəlini hansı yolla gətirməli. Gənc Təzəbəy dözmür, deyir ki, hansı yol kəsə yoldur, onunla da gətirir. Sağ olun, hörmətlə Adil Cəfər. Hamınızı salamlayıram. Mən Əliyev Zakir Alasqaroğlu. Внуком являюсь Алиева Абдулмамедову, сын Алиева Аляскара Абдуллаову. Живу в городе Астана, родом с Видинского района, Халисы. Работаем в банковской системе, далеко за Азербайджаном. Продвигаем нашу фамилию, наш род. В целом хочу передать большой всем привет. Вот, из Астаны. Salam, əziz, hörmətli, dəyərli vedililər. Sizin hər birinizi salamlayıram. Mən Nəsurov Tural Vaqifoğlu, Vedi rayonunun Xalsa kəndindənəm. Özüm hal-hazırda İngiltərənin London şəhərində 22 ildir ki, yaşayıram. Sizi hər birinizi salamlayıram. Mən də istəyərdim ki, dədə-baba yurdumuza qayıdaq. Sizi hər birinizi də salamlayıram. İnşallah o günlər də gələcək və hamımız bərabər sevinəcəyik. Mən Heydərova Humay Vaqif qızı, Qərbi Azərbaycanda Vedi anadan olmuşam. Hal-hazırda İsveçin Stockholm şəhərində yaşayıram. Bakıda orta məktəbi bitirmişəm, ali təhsil almışam və uzun müddət müəllimə kimi fəaliyyət göstərmişəm. Qəlbim hər zaman Qərbi Azərbaycan üçün döyünür və bu şəraiti bizə yaratdığı üçün Bilal müəllimə öz dərin minnətdarlığımı bildirirəm. Tatarstan Respublikasının Kazan şəhərindən Xalsa cəmaatını ürəyimə basıb alqışlayıram. Xalsa kəndi mənim üçün çox gözəl bir tarixi malik olan kənddir. Xalsa öz mədəniyyəti ilə, öz qanun-qaydası ilə, öz namusu qeyrəti ilə tanınmış bir məkandır. Mən Xalsada orta məktəbi oxuyub bitirəndən sonra gəlmişəm Kazan şəhərinə. Çox gözəl müəllimlərimiz var idi. Hilal müəllim, Kim Bonsun, Ənvər müəllim, Əziz müəllim bizim məktəbindəyik. Mənim 3 dənə gözəl ali təhsilim var. Biri Kazan Ali Aviasiya İnstitutudur. Mən Kazanda dövlət idarələrində çox gözəl vəzifələrdə çalışmışam. Allahdan bir arzum var. Yollar açılar, Xalsalılar arxayın öz elimizə olmamıza gelib çəkə bilərik, ziyarət edə bilərik. Allah Xalsaların hamısını qorusun və həmişə onları sevilir. Salamlayıram. Yaxın zamanlarda biz Xalsaya, Xalsa bizə qovuşar. Bizə ki, biz Xalsa üçün darıxırıq, Xalsa da bizim üçün darıxır. Xalsa bizi bağrına basar, biz də Xalsanın. O bizim müqəddəs yurdumuzdur, orada bizim babalarımız, nənələrimiz əbədi uyuyurlar. İki dil də yeni nəsil doğulubdur, elə bir tərbiyə alır ki, Xalsanın nə qədər qiymətli, müqəddəs olduğunu anlayır. Sağ olsun elimizin də xeyrətli olanları ki, o dildə hamısını hər zaman xatırladır. Hər birə sağlamlıq arzulayıram, xoş günlər arzulayıram. İnşallah Xalsada görüşmək ümidiyle. Sağ olun. Всем добрый день, меня зовут Зульфия, мне 48 лет, проживаю я в городе Минске. Мой отец Исмаилов Шахбас Исмаил Аглы, уроженец села Халиса, где родился и прожил свое детство и юность со своими родителями, братьями и сестрами. Когда мне было 7 лет, я с родителями приезжала в гости к бабушке, к дедушке, к тетям, дядям. Помню ту дорогу к речке, плавало много черепах. Помню поля с помидорами, виноградом, арбузами. Хотелось бы, конечно, съездить на родину своих бабушки и дедушки, посмотреть на тот дом, сад, где рос виноград, айва, свозить свою дочь, показать, где жили ее прабабушка и прадедушка. Всем добра. Xalsa kəndində anadan olmuşam, Vedi rayonu. 79-da ilə Xalsa kəndindən çıxdığım belə. 2 il Belarusiyada yaşadım, oradan əsgərliyə getdim. Dəlnivastokov Vladivostokda. Əsgərlikdən sonra qaldım orada, Vladivostokda. Universiteti qutardım. Dənizdə injinerlik mexanik işlədim. Çıxdım pensiyaya. İndi 4 illik işçiyik Leningrada, Sankt-Peterburqda. Burada düzəlmişəm, həm pensiyalarım, həm də düzəlmişəm. Sudaryumlu zavodda mexanik işləyirəm.
Azərbaycan xalqına can sağlığı, ömür, bu həmişə əsr olur. Salam, axşamınız xeyir. Sizə Amerikadan salam göndərirəm. Qərbi Azərbaycanın liderinin Xalsa kəndində anadan olmuşam. Uzun müddətdir Qərbidə yaşamama baxmayaraq öz vətənim üçün çox darıxmışam. Uşaqlığımın, gəncliyimin böyük bir hissəsi o yerlərdə keçdiyi üçün, o yerlər üçün hər zaman darıxıram. Oranın dağları üçün, yaylaqları üçün, sərin bulaqları üçün, insanların səmimiyyəti üçün çox darıxıram. Həmişə istəyim arzum olur ki, geri öz torpaqlarımıza qayıdacağam. Bu müddətdə sizdən ayrılıram. Allah əmanət olun. İnşallah görüşərik. Xalisə, qardaş bacılarım, mən Köroğlu Vəziroğlu, Zərifə Süleyman qızı, Krasnodardan salamlarımızı yollayırıq. Sizə can sağlığı, uzun ömür arzulayıram, həyatda olan qardaş bacılarım. Erməni Daşnaq Partiyasının siyasətinin ucundan biz ovamızdan, elimizdən dizəlgin düşmüşük. Hərəmiz bir vətəndə indi yaşayırıq. Gecə tezdir bizim cavanlarımız vətənə qayıdacaq. Bizim ata-baba torpağımız. Xalisə cəmaatına, qapılarında toy, həmişə toy olsun, xoşbəxtlik olsun. Salamlarını söyləyirəm. Sağ olun. Mən Əhmədov Müslüm Səttaroğlu, Vedir rayonundan, Xalsa kəndi anadan olmuşam. 1977-dən Xalsa kəndindən çıxmışam. İndi yaşayıram Rusiyada, Ivanov şəhərində. Biz bu il 50 ilimizi sinif yurttaşlarımla keçirmişik. Bütün hamınıza can sağlığı, uzun ömür arzu edirəm. Ben 37 ildir Krasnodar şəhərində yaşayıram. Çox şükür bu qədər hər şey yaxşıdır. Allah bizim şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizə can sağlığı, prezidentimiz başda olmalı. Azərbaycanda yaşamasınsa, ürəyimiz hər dəqiqə, hər saniyə Azərbaycan üçün dönür. Çox şükür bu qədər torpaqlarımız qayıtdı. Qaldı ki, Dilibaşar rayonunun Xalsa kəndi. Allah bizə onu da qismət eləsin. Bir də bütün evlərimizi görək. Bütün xalsaları salamlayıram. Sizin yoldaşlarıma salam deyirəm. Salam aleyküm. Mən özüm Rusiyada çox illərdir qalıram. Mən buradan salamlar söyləyirəm yerlilərimə, ellilərimə, Xalisə kəndinənə. Salamlar söyləyirəm bütün cəmi ellilərimə, kəndçilərimə. Hamınasına can sağlığı, uzun ömürlər arzu edirik. Salam aleyküm, axşamınız xeyir olsun. Gözəl Xalsa cəmaatı, sizin hamınızı salamlayıram. Mən Zəhra Verdoğlu, Sankt-Peterburqda yaşayıram. Mən də istəyirəm ki, öz qədər gözəl Xalsa kəndimizdə gedirəm, ondan görəm, orada o dağları görəm, Cahan Bulağını, Təzəl Bulağını, Həyəzəni, hamısını gəzmişəm uşaqlıqları. Gedəməm, gəldim ki, onların hamısını görəm. Burada bütün Xalsa cəmaatının hamısını salamlayıram. Salam olsun sizlərə. Mən Heydarova İradə Tahir qızı Aşqabadda anadan olmuşam. Atamı isə Xalisa kəndində anadan olmuşdu. Biz hal-hazırda yoldaşımla və uşaqlarımla Amerika Birləşmiş Ştatlarında yaşayırıq. Atam bizə çoxlu Xalisa kəndindən söhbət eləyib və biz bunu heç vaxt unutmuruq. Salam əziz vedirlər. Mən sizin hamınızı salamlayıram. Mən Mehdiyev Viladim Soğlu, yaşayıram Kaliningrad şəhərində. Sinif yoldaşlarıma, dostlarıma, hamısına çoxlu salamlarınızı verirəm. Mən 1961-ci ildə yanvar ayının 5-i Xalisə kəndində anadan olmuşam. Bizim 30 noyabr günü münasibətilə o tədbirdə iştirak edən hər kəsi salamlayıram. Tədbirin təşkilatçıları, təşəbbüsçüləri, başda Minnət Əskər və Bilal qardaşıma minnətdarlığımı bildirirəm ki, bu tədbirləri bizə yaşadırlar. Mən o hər kəsi salamlayıram, bağrıma basıram. Xalsadan çıxan bütün insanlarımızı da salamlayıram. Allah Minnət qardaşıma, Bilal qardaşıma da can sağlığı versin ki, vaxt aşırı belə tədbirlər təşkil eləyirlər. Onlara minnətdarlığımızı bildiririk. Onların vasitəsilə biz bu qərb ölkələrdə öz xalsalarımızla əlaqə saxlaya bilirik. Hər kəsi bağrıma basırıq. Sən, Rafıq Əskərov, Səyadoğlu. Keçini yoldaşlarıma, kəndçilərimə salamlar. Öpülürsünüz. Mən Əliyeva İlahə Əlqızı. Hal-hazırda İstanbulda yaşayıram. Mənim atam Əliyev Əliyev. Yavanda Vedrin Xalsa yaşayıb. Sonra isə Bakıya köçüb təhsil almağa. Atam həmişə o yerlərə geri dönəcəyinin xəyalında yaşayıb, arzusunda olub. Baxmayaraq ki, mən Bakıda doğulmuşam və hal-hazırda Türkiyədə yaşayıram.
Amma mən də həmişə o yerlərin həsrətini çəkmişəm. Oranı görmək arzusunda olmuşam. Ich würde alles wird gut. Ich wünsche unserer Zukunft wieder wird baut, wieder Neues. Alles okay. Dankeschön, vielen Dank. Selam Bilal müəllim. Mən də razıyam sizin o təklifinizə, doğma kəndinizə köçməyə qərar veribsiniz. İnşallah biz də ailəlikcə ora getməyə hazırıq. Hal-hazırda mən Almaniyada yaşayıram. Amma nə vaxt nə lazım olsa, mən ora kəndçilərlə bərabər gedib yaşamağa razıyam. Vedir rayonu Xaza kəndindənəm. Razıyam, sizlər minnətdaram. Herkese selamlar. Ben 1968 ildə Xalisə kəndində dünyaya gəlmişəm. 1985-ci ildən 2023-cü ilə qədər Xarkovda yaşamışam. 2023-cü ildən bugünə kimi Almaniyanın Altenburg şəhərində yaşayıram. Fürsətdən istifadə edirəm. Bütün müəllim heyətini, bütün xalsalları, sinif yoldaşlarımın hamısına salam qalbi çatdırıram. Noyabrın 30'unda Xalisə həsrətinin 37-ci ili olacaq. Xalsamızda görüşmək üzrə. Herkese Vedir rayon Xalisə kəndində yaşayan bütün xalisalılara, böyüklərdən kiçiklərə kimi hər kəsi, qərib ellərdən, Vyetnamdan hər kəsə istisalamlar söyləyirəm. Hər kəsi görmək üçün çox şad olardım. Hər kəs üçün hər zaman burnumuzun ucu göynür. Vətən üçün, torpaq üçün, el üçün, oba üçün hər gün anırıq, hər gün onu yaşayırıq. İnşallah ki bir gün nəsib olur, o günləri görürük. Bütün xalsalılara hər kəsi salamlayıram və hər kəsə bağrını havası öpürəm. Vanova Lətifə Lətif. Mən Xalsa kəndində doğulmuşam. İndi hal-hazırda Smolenski Oblast Qurut Viyazma şəhərində yaşayıram. Xalsada keçilən günləri çox xatırlayıram. Çox gözəl günlər idi. Anı o günlər bilirəm. Mənim də 2 dənə oğlum var. Çox gözəldir buraların şəraiti, hər şeyi çox gözəldir. Amma Siravno Xalsa kəndinin yerini vermir. Doğulduğum yer başqa şeydir. Bilal qardaş, çox sağ ol ki, bizləri yaddan çıxartmışsınız. Mənim xalsalara çoxlu salamlar. Ассаламу алейкум, меня зовут Алиев Макира Аласкер-Оглы. Я сын Алиева Аласкера Абдулла-Оглы, внук Алиева Абдулла Хамед-Оглы, родом с Види, район Халиса. Проживаю в городе Астана, Республика Казахстан, почти с самого рождения, около 34 лет. Работаю в спецподразделении МВД РК, являюсь мастером спорта по 5 видам спорта. Передаю всем большой ассаламу алейкум, казахстанской семье. Müəllimlərimə, Xalsa kəndində çox salamım var. Mənim babamın bağı var idi. Həmişə deyildi, Antep'də müstəqil bağı var. Biz 3 ay qabana gedədik. Çoğanlıya, Məngüyə, Əgirciyə. Allah qala qismət olsa, biz gedib öz dəfələrlə yolumuzu gəlsək, çox yaxşı. Hamını salamlayıram. Mən Niyazi Əliyev. 1987-ci ildə Qazaxstan Respublikasının Astana şəhərində anadan olmuşam. 12 ildən artıqdır ki, Qazaxstanın banklarından birində işləyirəm. Deyə bilərəm ki, mən atamın yolunu davam etdirirəm. Atam uzun illər maliyyə və təhsil sistemlərində çalışıb, Qazaxstanda Azərbaycanı yüksək səviyyədə təmsil etməyə çalışıram ki, Xalisə kəndi həmişə bizim ürəyimizdədir. Köklərimizin hardan gəldiyini heç vaxt unutmuruq. Sağ olun, var olun. Ben Bayramov Muradim Avataoğlu. Xalisə üçün çox darıxmışam. Yollar açılsaydı gedərdim, uşaqları görərdim, kəndimizi görərdim. Sağ olun. Burada yaşayıram, Krasnodar Rayonunda. Anadan olmuşam Xalsa kəndində. Orada doğmuşam, məktəb bitirmişəm. Sonra Sarıtov şəhərində kənd təsərrüfatı institutunda qəbul oldum. Bunu qutarandan sonra Naxçıvanda, Şəhərli rayonunda da işləmişəm. Xalsa cəmaatı ümumiyyətcə bir-birinə çox mehriban yaşayırdı. Bu dəqiqədə sinif yoldaşlarımla əlaqə saxlamışam, bir-birimizlə danışırıq. Ümumiyyətcə Xalsa cəmaatına hamısına çox-çox salam söyləyirəm. Hamıya can sağlığı dünəm. Əziz və hörmətli Xalsalılar, mən Babayev Yaqub İsmailoğlu. Hər bir kəsi salamlayıram. Mən hal-hazırda Belarusiyanın
Grodno şəhərində yaşayıram. Düz 41 ildir. Bunu deməkdə məqsədim odur ki, yəni bu vaxta qədər heç vaxt o eli, o bana, o diyarı, o gözəl xalsamızı unutmamışım. Mən ümid edirəm ki, geci, tezi o gözəl yurdumuza qayıdacaq və o gözəl yurdumuzda görüşmək umuduyla sağlıqla qalın. Var olun, Allaha əmanət olun. 30 noyabr tarixi Azərbaycanın tarixində ümumiyyətlə öz tariximizdə ən dəhşətli hadisələrdən biridir. Biz heç vaxt tariximizi unutmamalıyıq. Unutsaq bizi də unudacaqlar. Bu video vasitəsilə bütün xalsalılara, bütün qohumlara, qonşulara, müəllimlərə, sinif yoldaşlarıma 1982-ci ilin buraxılışına məni tanıyanlara çoxlu salamlar söyləyirəm. Biz yad eldə yaşamağımıza baxmayaraq, qərib ölkədə yaşamağımıza baxmayaraq, bizim qəlbimizdə xalsa məhəbbəti, xalsa yarası var. Mən bugün fəxr edirəm ki, mən xalsalıyam. Salam əziz xalsalılar. Mən Cahangirov Nizami Məmmədoğlu 40 ilə yaxın Rusiyanın İrkutsk şəhərində yaşayıram. Bütün xalsa cəmaatına salamlarımı göndərirəm. Salam. Mən Yaqubov Firidunun oğluyam. Düşünürəm ki, xalsanın son video görüntülərini məndən bir hədiyyə kimi qəbul edəsiniz. Sağ olun. Həmişə belə həmrəy olun. Mən Muxtarov Qəhrəman Təvəkküloğlu. Qədim Veli Basar Mağalının Xalsa kəndində doğulmuşam. 30 il keçməsinə baxmayaraq, kəndimiz Xalsanı heç vaxt unutmamışam. Buradan Xalsa kəndində axsaqqallarına, müəllimlərimə, sinif yoldaşlarıma dərin salamlarımı göndərirəm. Mən oğlu Ziyəddin Həsənoğlu, hal-hazırda mən Tataristanda yaşayıram. Bütün sinif yoldaşlarıma, Xeyrəliyə, Hətəmə, Vəliyə, hamısına çox salamlar söylərim. Xalsalara salam. Biz xalsaların həmişə səmimi münasibəti, saflığı hamı üçün nümunə olur. Mən arzu edirəm bugünkü gündə harda olmasından asılı olmayaraq xalsalar həmişə o saflığı, isti münasibəti öz aralarında qoruyub saxlasın. Əziz və dəyərli xalsalılar, bu 17 il ərzində mənimlə birgə olan, zəhmət çəkən bəzi yoldaşların adlarını qeyd etmək istəyirəm. Məndən həm yaşca, həm də başca böyük olan Binnət Əskər və Sabir Qaraoğluna, Gəncədə yaşayan dəyərli soydaşımız alim, şair Bayram Apoyev və Sima müəllimə övladlarına, Sədi Heydarov, Kərəm Əliyev və Nəcəf Qasımov, Kolanlı və Məngük elinin dəyərli övladları Bəkir Rüstəmov və Allahverdi Cəfərova, həmçinin kəndimizin ilk generalı Vəzir Həsənova, həmçinin məndən yaşca kiçik, başca böyük olan Elçin Muxtarov və Hüseyin Apoyeva, İlyas Şahverdiyev və Mobil Məmmədova, Mikail Xəlilov və İntiqam Hənifəyevə, daha gənc olsalar da bizim parlaq, fəal gələcəyimiz olan Vüsal Fətiyev və Məmməd Yusifova, şair yazarlarımız Nəsibə İsrafil qızı və Zaur Vediliyə xüsusi təşəkkürlər edərək iki dostumun adını əlavə qeyd eləməyə vacib sayıram. Tədbirlərimizin əsas dayağı kimi 31-ci Anım Günü tədbirində bizləri öz mənzilində qəbul etməklə və bu liderliyini hələ də qorumaqla Elman Xəlilov. Öz xarakteri və əqidəsinə uyğun olaraq müxtəlif stolüstü oyunlar vasitəsilə bütün xalsalılarla daimi xoşünsiyyət, körpü yaradan və 36-cı il Anım Günü tədbirinin bilavasitə təşkilatçısı kimi İlham Yusifov. Bütün bu tədbirlərdə iştirak edən və gələcəkdə iştirak edə bilən bütün soydaşlarımıza təşəkkür edir və sonda məni dəstəklədiyinə görə ailəmizə, o böyük ailəmizə minnətdarlığımı bildirirəm.